Nəbi Xəzri öz şiirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və savabını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şiirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir. Heydər Əliyev, Azərbaycan xalqının ümumilli lideri. Ömrüm dəryalara çıxan gəmidir, mənim doğma kəndim, mənim limanım. Ora tələsərəm qışla, baharla, mehriban küləyi nəğmədir mənə. Mənim orada susur əsən tufanım, bağımdan ucalan qoşa çınarla. Sanki anam kimi əl edir mənə, mənim doğma kəndim, mənim limanım. Zülmətdə, seçilməz cığırda, izdə, görüşdür ümidim, sorağım mənim. Yanır öz ulduzum, öz kəhkəşanım, gözüm sahildədir, özüm dənizdə. Evimin işığı, mayağım mənim, mənim doğma kəndim, mənim limanım. Uzaqda bir ilə çevrilər hər gün, qəlbim qayıt deyə elə car çəkər. Coşan tufanlardan çağlar ummanım, ümidlə gözləyən sahillər üçün arzu lövbərlərim intizar çəkər. Tam doğma kəndim, tam limanım. Uzaq səfərlərdən qayıtdım yenə, yoluma şəfəqlər düşdü zər kimi. Çəkildi üfüqdən həsrət dumanım, baş qoyub mehriban sahillərinə, uyudum mürgülü gəmilər kimi. Mənim doğma kəndim, mənim limanım. Səhəri oyandım, səsləndi aləm, aldı duyğularım məni yerimdən. Yenə yelkan açdı arzum, gümanım. Bu nədir? Limansız dura bilmirəm, yaşaya bilmirəm ummansız da mən. Sağ ol doğma kəndim, sağ ol limanım, mənim xırdalanım, mənim limanım. Nəbi Xəzri, poeziyamızın söz xəzrisi. Unudulmaz şairimizin söz okeanının sahilində oturub, Xəzri küləyinin necə saçlarına sığal çəkdiyini hiss edirsən. Onun qəlbə sığal çəkən sözləri sahildə ayağına toxunan ilıq, cazibəli, insanı dərin sulara baş vurmağa səsləyən dalğalar kimidir. Nəbi Xəzrinin söz dalğası, qəlbə mirvari tək süzülən sözlər. O mirvarilər qulaqdan qəlbə elə süzülür ki, özünü Nəbi Xəzrinin söz ünvanının dalğalarında tapırsan. Xəzər, Xəzər dedim, gözüm yaşardı. Olmasın bir ilim, əsrim Xəzərsiz. Bilmirəm, dünyada necə yaşardı. Xəzərin xəzrisiz, Xəzrin xəzərsiz. Sözün qüdrətinə bir nəzər salın. Xəzər, Xəzər deyib ağlayan şair, gözlərindən döktüyü sevgi dolu göz yaşlarını Xəzərinin sularına qatan şair, Xəzərin xəzri küləyini ciyərlərini çəkib, nəfəsinə əbədiyyət ruhu qatan şair, Xəzərin xəzri küləyini sevgidən adına qatan şair, Xəzər ətirli şair, Xəzrə ətirli şair, Nəbi Xəzri adlı ömür gemisi. Azərbaycan poeziya ünvanında şərəflə üzərək dayandığı hər söz limanında sənət səlnaməsinin parlaq səhifələrinə imzalı söz lövbərləri atan unudulmaz şair, Nəbi Xəzri. Mən bir çınar tanıyıram, poeziya çınarı. Kökümün
bir tellə ana torpağa bağlı, zərrin şəfəqləri ilə göylər altında doğma yurda nur kiləyən, gözəlliyi ilə könülləri sihirləyən kinar. Mən bir bulaq tanıyıram, şiir bulağım. Suyu sərin, mənası dərin, nəğməsi həzin, bitib tükənməyən əbədi kağlayan bir bulaq. Mən bir dağ tanıyıram, poeziya dağı. Torpaqda əzəmətlə dayanan, yadların önündə səngər tək duran məğlub dağ. Mən bir cığır tanıyıram, şehir cığırı, yamaclardan, meşələrdən keçib zirvələrə doğru baş alan cığır. Qayaların üstündən, çəmənlərin arasından, güllərin, çiçəklərin sinəsindən, sənət dünyasına üz tutan cığır. Mən bir dəniz tanıyıram, poeziya dənizi, şiir, sənət dənizi. Ana körü, xam arası sinəsində bəsləyən, insanları yeni müjdələrə səsləyən, yerlərin, göylərin çılçırağına aynasında əks edən dəniz. Mən bir şair tanıyıram, qəlbi əsrarəngiz gözəlliklərlə naxışlanmış şair, Nəbi Xəzri. Ləpətək üstümdən keçəcək illər, əbədiyyət mənim səhrim kimi. Əgər bocalsam da Xəzərim qədər, cavan qalacağım Xəzərim kimi. Əziz və hörmətli qonaqlar, bugün poeziyamızın söz xəzrisi olan unudulmaz şairimiz Nəbi Xəzrinin yaradıcılığına, onun şiirlərini yazılmış musiqi dünyasına kiçik bir səyahət edəcəyi, alqışlarınızla ifaçılarımızı səhnəyə dəvət edək. Mən bugün bütün tədbir boyunca bizim tədbirimizi ifaçılarımız müşahidə edəcəklər. Mən ilk öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Nur ansamblının bədii rəhbəri Nurlan Cəfərlinskini alqışlarınızla səhnəyə dəvət etmək istəyirəm. Fortepiano şöbəsinin müəllimi Sevinç Kərimova, Kamanca ifaçımız Elnur Məmmədov, Qarmon ifaçımız Ələsgər Yusifov, Klarnet ifaçımız Abdullah Mərdiyev, Nağara ifaçımız Çingiz Absəlimov. Gəlin ifaçılarımızı bir gürültülü almışdır, çünki onlar bütün tədbir boyunca bütün mahnıları müşahidə edəcəklər. Çox sağ olun, var olun, əkçədən Allah'ınız var olsun deyirik və ilk ifamızı təqdim etmək istərdik. Bizim bugünkü ilk ifaçımız Lala Əliyev olacaq. Lala Əliyeva sizin üçün xalq mahnısı Nar Ağacı, Nar Çiçəyi mahnısını ifa edəcək. Gəlin bu gözəl qızımızı da ürəkdən alqışlayaq.
Şehir benim için bir kainattır. Onun ulduzları, güneşleri var. Şehir benim için sirli hayattır. Onun öz sevinci, öz kederi var. Bakıram göylere kalbimde şehir, ulduzlar uzaktan göz vurur mənə. Kainat sirrini açsa da bir, sənət kainatı sirlidir yenə. Bəli, şehir mənə bir kainattır. Sözlü, soraqlıdır bir kitap kimi. Bəli, şehir mənə sirli hayattır. Açsam da bağlıdır bir kitap kimi. ilin dekabr ayı. Nəbi Xəzri Taleyinin təqviminə yazılan tarix. Qışda anadan olsa da baharı çox sevərdi. Abşeronun Xırdalan kəndində dünyaya göz açan şair. Xırdalana ruhu ilə, qəlbi ilə bağlı olan şair. Tacir ailəsindən olan atası Ələkbər kişi həyatın ən ağır dərdinə düçar oldu. Belə ki, o bir ildə 3 övladını itirir. Nəbi 9 yaşındaykən atası dünyasını dəyişir. Ürəyi dözməz oldu balalarının ölüm dərdinə. Lakin Babayevlər ailəsi həyatın bu ağır sınavına da sinə gəldi. Rəhimsiz çərxəfələk onları sındıra bilmədi. Nəbi addım-addım irəli getdi. 7 yaşında ilk şeirini yazanda inşa yazısında şair olacağım deyib daima arzularına doğru getdi. 21 yaşında Yaşlılar İttifaqına üz seçildi. Səməd Vurğun gənc Nəbiyə amir etdi. Peyğəmbər mənası verən Nəbi ismini daşıyan Nəbi Babayeva heç çox da yol göstərməyə hacət yoxdur. Bakıda 2 il Dövlət Universitetində, sonra keçmiş Leningradda, ardınca Moskvada Gorki adına institutda təhsil alır. Necə deyərlər, bəlkə yapışır təhsil nətəyinə. Amma təhsil həyatı bildiyi kimi hamar olmur. Az müddət keçməmiş Nəbi Babayev institutdan kənarlaşdırılır. Şair Türk qızlarına kənardan söz atan düşmən xalqın nümayəndəsini Nəlayiq hərəkətinə görə yaxşıca əzişdirir. Nəticədə gənc şairi uzaqlaşdırırlar təhsil ocağına. Heç yataqxanaya da buraxmırlar. 2 gün çöldə gecələməli olur. Yenə yıpranmadı, taleyini qarğımadı. Nəbi əksinə sağ olsun düşmən, qoymadı düşəm deyil, təhsilinə davam etdi. Çünki onu şair Nəbinin taleyi gözləyirdi. O çox uzaqda değildi. Gün o gün gələcəkdi, qələmi ilə qələmdaşlarını heyran qoyacaqdı. Nəbi Xəzri ilk şeirləri ilə ədəbi camiyyədə maraq doğdu. Günəş adlı ilk şeiri ilə tanınanda çoxu anladı ki, təbiət vurğundan savayı vurğunlarımız olacaq. Və onlardan biri Nəbi Babayev, Nəbi Xəzri kimi yol gedənə qədər hələ neçə illər ötəcəkdir. 1958-ci ildə Xəzərin Xəzrisi onun təxəllüsü, sonra xasiyyəti, sonra isə taleyi olacaqdı. Nəbi Xəzri torpağa, Bakı bağlarına bağlı şairdir. Hər il iyunun 27-si və 28-si bağa gedəndə 3 gün Xəzri əsərmiş. Bəlkə də Xəzri adaşını salamlamağa çıxarmış. Bəli, Xəzri küləyi onu salamladıqca şairin qəlbi cuşa gələrdi. O yazır, yaradır, kitabları davamlı nəşr olunur. Vəzifə pillələrində yüksələrkən şəxsi egosu bu pillələrlə dırmanmaz. Təvəzzükarlıq biçilmişdi adına. Yazıçılar İttifaqının katibi olanda da, Teleradio Komitəsinin sədr müavini, Mədəniyyət Nazirinin müavini işləyəndə də mütəvaziydi. Nəbi Xəzri bir ömür payında yaşanılan illəri nəzmə çəkərək yazır, yaradan bir şair çevirir. Onun söz dalğaları səni illər və sahillər seyrindən çıxardır, nəsillər, əsrlər dünyasına qərq edir. Əsrlərdən çıxardıb ağ şimşəklərə tuş edir.
Ulduz kərvanına sardan olub qumsallarda addımlayırsan, ömrün çınarından qopan yarpaqlarla pıçıldaşırsan, əsrin qanlı laləsinə aşiq olursan, torpaq sənə and içirəm deyib vətənin torpağına qarışırsan. Nədir xəzinin illər, sahillər, nəsillər, əsrlər, ağ şimşəklər, ulduz kərvanı, peyğəmbər, ömür çınarından qopan yarpaqlar, əsrin qanlı laləsi, torpaq sənə and içirəm adlı kitabları, şairin yuxusuz gecələri. Sənin üçün ifa edir Lalə Hüseynova.
dənizi hədiyyə verəcəm sənə. Mən dedim, sən baxdın, sən gülümsədin. Göylərin şəfəqi düşdü üzünə, mən isə göyləri verirəm dedim. Ayrıldıq qəribə hədiyyələrlə, göylər eşqim kimi mənə əzizdir. Ayrıldıq dənizlə, ağ ləfələrlə, necə aparasın, dəniz dənizdir. Dənizi verdim ki sənə hədiyyə, gəldiyim sahilə gələsən birlə. Məni görməyəndə o mənəm deyə, mənimlə danışıb güləsən birlə. Əgər görüşməsin, bizə dağ olar. Dedim, neçə dəfə belə dedim mən. Dəniz sahilinə qayıtmaq olar. Göylərin sahili varmı? Gedim mən. Düşündüm, ayrıldım, gələndən bəri. Sən mənim eşqimə çıraq olasın. Onun üçün verdin mənə göyləri, məndən göylər qədər uzaq olasan. İstəsən yuxuna gələrəm sənə. Gələrəm, dəniz kimi. Üzünə incilər çilərəm səni. Çilərəm, dəniz kimi. İstəsən üzündən öpərəm hərdən, öpərəm, dəniz kimi. Adını qəlbinin sahillərinə yazaram, yazaram dəniz kimi. Sevirəm söyləsən bir axşam mənə, susaram, susaram, dəniz kimi. Heç küsməyin yeridirmi? İfa edir Nilay Quluzadə.
mənə düşsün, dağı sən götür. Qalsın yer üzündə qoşa izimiz, qara mənə düşsün, ağı sən götür. İlim övladıyıq, yazla qış kimi, fəsillər yaşasın yanaşı məndə. Biz ki bir yerdəyik, gözlə qaş kimi, gözlər səndə qalsın, göz yaşı məndə. Bizik bu dünyaya səninlə şərik, bizsiz nə qış gülər, nə də ki bahar. Həyatda hər şeyi bölə bilərik, amma bölünməyən bir sevgimiz var. Amma bölünməyən bir sevgimiz var. Külək mahnısı ifa edir Məmmədov Hüseyin.
Azərbaycanın milli şairi Nəbi Xəzri. Bir çox fəxri adlara baxmayaraq, mən şairimizi məhz belə təqdim etmək istədim. Çünki özü də imzasının altından sahib olduğu fəxri adların, titulların dilini də yazmazdı. Müsahibələrinin birində demişdi, adlarla bağlı fərmanları yadigar kimi həmişə saxlayıram. Türkiyədə mənim adımın altında belə yazılır. Azərbaycanın milli şairi. Görürsünüzmü necə gözəl səslənir? Hər bir sənət sahibi məhz milli olmalıdır. Əgər Azərbaycanın milli qəhrəmanı deyilirsə, deməli, milli şairi, milli yazıcısı da deyilməlidir. İstatın sonu. Bütün sevgisi vətəninə, torpağına, xalqına adanmış şairdən danışır. Elə bir şairdən ki, özü mərd, təbiəti sadə, qayğısı böyük, el canlı, coşqun ilhamlı, sözü bütöv, sərt, əsərli şair. Azərbaycan poeziyasının dağ divarı olan şair. Yanağındakı xala donmuş göz yaşı kimi rəmzi məna qataraq öz xalqının, vətəninin dərdinə şərik olan şair. Məmməd Arif Nəbi Xəzrinin mənəvi dünyasını 4 kəlmə ilə ifadə edirdi. Ucalıq, genişlik, təmizlik və gözəllik. Mən bura 2 məfhumu da əlavə etmək istərdim. Ülgülük və saflıq. Nəbi Xəzri xəyanətlə dolu dünyamızda sevginin, ülgülüyünə, hisslərin saflığına inandırır insanı. Bu poeziyanı oxuduqca saflaşır insan. Xatirəsi var. Şair belə bir hadisəni nəql edirdi. Bir dəfə İtaliyada səfər zamanı çınar gördüm və çınarı qucaqlayaraq onu öpdüm. Az qaldım ki, çınarın qarşısında səcdə edim. Digər ölkələrin təbiəti belə ona vətənini xatırladaraq diqqətə gətirirdi. Bu hisslər şeirə, oradan isə Emin Sabitoğlu'nun həzin dili mahnısına dönüşdü. Dinlədim, hər sözün bir qərinədir. Gördüm ki, nə xəyal, nə əfsanədir. Bir anlıq unutdum, qəriblik nədir? Yaxşı ki, bitmisən burada sən, çınar. Ay bizim çınara bənzəyən çınar. Bəli, çınar onun şeirinin bəzəyi idi. Vətən rəmzi idi. O çınarda nələri görmürdü? Şəhid məzarının keşikçisi, ömrünün son mənzili. Yuxularımda arxa dayağı, vüqarı, təmkini, əzəməti ilə bollu, budaqlı çınar. Əgər ki, yıxılsam, çınar göstərin, mən ona söykənib arana baxım. Gözlərim görməsə, göy gölü verin, mən onun gözü ilə cahana baxım. Əyilməz vücudu, vüqarı ilə dik duran çınar vicdanın rəmzi idi. Çınar boylu igidlərin, doğmalığın simvolu idi. O tay bu tayın, Cənubi Azərbaycan həsrətinin miskili idi. Çınar və mən şeirində olduğu kimi.
Şairin Çınar və Mən şeiri isə çınarlı poeziyanın bir yarışığı, şairin özü, sözü və cismidir. Mən Çınar adıyla nəğmə deyirəm. O nəğmə eşqi ilə sinəmi yardım. Deyirəm, bilirsən mən nə deyirəm? Çınarsız özümü yetim sanardım. O min nəğməlidir, min aləmlidir. Məna var Çınarın şair dilində. Araz kənarında Çınar qəmlidir. Çınar fərəhlidir Kür sahilində. Nə üçün Araz kənarında Çınar qəmlidir? Kür sahilində isə fərəhli. Arazın o tayına boylanan Çınar necə qəmli olmasın? Vahid xalqın, vətənin bölünməsinə şahid olan Çınar kədərlidir, intizardadır. Burada Çınar həm şairin özüdür, niskilidir, həsrətidir, həm də Cənubi Azərbaycanın özüdür. Şairin də gözü ondadır. Vətənin bölünmüş bir yarısında, Arazın o tayında. Bəli, Araz dedim, Çınarlı Araz. Araz da insan tək intizardadır. Araz, qışlı Araz, baharlı Araz. Çınar hardadırsa, gözüm ondadır. Görkəmli bəstəkarımız Şəfiqə Axundovanın bu sözlərə yazdığı unudulmaz şərqisi sanki onu bir laylaya çevirdi. İnsanın ruhunu ovudan Çınar laylası. Bəstəkar mahnının intonasiyası üçün Bayat Şiraz muğamına müraciət etmişdi. Mahnının orta hissəsi isə Bayat Şiraz muğamının Bayatı İsfahan şöbəsinə istinad edir. Bayatı Şiraz muğam intonasiyasının həzin, lirik havacatı, Bayatı İsfahanın könül etrafı kimi səslənən recitasiyası ikiyə bölünmüş xalqın acısını ovutmağa çalışır. Bəlkə də təsadüfi deyil ki, bəstəkar məhz Bayatı ilə muğamı intonasiya qovşağına müraciət edir. Ümumiyyətlə, Bayatı, layla, o taylı, bu taylı xalqımızın ən lirik hisslərini, ağrı acısını, torpaq, övlad içkisini ifadə edən ən yanğılı şeiriyyatdır. Və bu da təsadüfi deyil ki, ulu şairimiz Məmməd Hüseyin Şəhriyarın üz tutduğu, bəyəndiyi sənətkarlardan biri də Nəbi Xəzri olmuşdur. Çınarlı Aran yurdunun bir övladı kimi mən də Çınarın vüqarını, təmkinini duymuşam. Həyətimizdə qədim çınar ağacıları idi və yollarımız səf-səf çınarlarla düzülmüşdü. Yollarımızda səf-səf çınarlar var idi. Və atamın çınar altındakı məzarını daima ziyarət edəndə mən yurdumuzu 100 əsrlik çınarını da mən ziyarət edirəm. Və şairin son arzularından biri də bu idi. Məzarı başında keşik çəkən Çınar və yenidən doğularaq Çınarda yurt salan şair ruhu. Mən aldım cahandan arzu da, kam da. Dolaşdım Çınarın adı dilində. Mən Çınar altında doğulmasam da, istərəm o bitsin son mənzilində. Sanıram yenidən doğulmuşam mən, əzəldən bağlıyam ana torpağa. Sanaram bir səhəri meh olmuşam mən, nəğməmlə olmuşam yaşıllığa. Ruhdan düşdüyünüz anda, ruhunuzun yenidən pərvaz etməsi üçün, xəyanət gördüyünüz anda, yenidən inanmağınız üçün, şər gördüyünüz anda, xeyri unutmamağınız üçün Nəbi Xəzri poeziyasına müraciət edin. Orada ümid də, inam da, ülviyyət də, saflıq da tapacaqsınız. Ruhunuza bir təpər gələrək həyata davam edəcəksiniz.
Şair nədən yazırsa yazsın, onun şeirinin ruhu, canı, mayası Azərbaycandır. Və nəhayət Müslüm Maqamayevin ölməz bəstəsini bəzəyən sevgi dolu ölməz misralar. Azərbaycanı sevməyə çağıran vətən himni. Ey əziz anam Azərbaycan. Təsadüfi deyil ki, mərd xarakterli, səmimi insan olan Müslüm Maqamayev məhz Nəbi Xəzriyə müraciət etmiş və şairdən öz bəstəsi üçün söz yazmasını xahiş etmişdir. Şairi çərçivəyə saldığı üçün hazır musiqiyə şeir yazmağı sevməyən Nəbi Xəzri doğmalarının xahişi ilə qısa müddətdə baharlı, çınarlı yurdu Azərbaycan üçün ən duyğulu şeirini yazır. Çıxışımı Nəbi Xəzrinin Azərbaycan eşqi ilə yanıb tutuşan poeziyasını, inan dolu misraları, İstiqlal Marşının misraları ilə bitirmək istəyirəm. Gələcəyə mərd addımla, uğurla get Azərbaycan. Şəhidlərin al qanından, lalə açmış yollar ilə, İstiqlalın sabahına, qürurla get Azərbaycan. Çox sağ olun. Qəlbimdə qaldı. Musiqisi Emin Sabiqoğlu. İfa edir Lalə Hüseynova. Sen yaz katarım
Kim beni hatırlasa, çıkarak sahillere, mavi Xəzərə baksın. Kevrilərək min kere, göy ləpələrə baksın. Bilsin, Xəzər mənimdir, göy ləpələr mənimdir. Kim beni hatırlasın? Kim beni hatırlasa, gelsin bulaq başına, qoşa çınarı görsün, dolanıp dağ başına qalxan yolları görsün. Coşsun bulaqlar kimi, dayansın dağlar kimi. Kim beni hatırlasa, kim beni hatırlasa, bilsin ki kalbim vurur. Hele min dileğim var, burada geçmişim durur. Burada geleceğim var, geçsin milim anı, bütün Azerbaycan'ı. Kim beni hatırlasa, kim beni hatırlasa. Bu şiiri əvəz yerə səsləndirmədim. Şair Nəbi Həzret elə bir söz dəryasıdır ki, onu hatırlamak üçün vaxt gərək deyil. O her zaman öz ətirli şiirləriyle bizim xatirimizdədir və sonda onun sözlərinin yazılmış Ay Çiçək mahnısını təqdim etməklə Nəbi Həzret qəlbinin söz çiçəklərini sizə ərmağan etmək istərdik. Beləliklə Ay Çiçək ifa edir Lalə Əliyeva. Alqışlarınızla onu səhnəyə dəvət edək. Ben sana üst tutup bir amina
Çok sağ olun, hemşehrilerim. Bununla da konsertimiz sona çatdı. Ben ilk önce Qaraqarabağ Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül xanım Hüseynovaya özlərinin təşəkkürümü bildirirəm. Bugünkü tədbirin təşkilatı dəstəyində, göstərdiyi təşkilatı dəstəyə görə. Bundan başqa bugünkü tədbirimizi öz gözəl ifaları ilə rəngləndirən dəyərli ifaçılarımıza bir gürültülü alqışlar gəlsin. Bugün burada bu gözəl babaları ifasını hazırlayan Lale xanım Hüseynovaya bir alqış istiyormuşsunuz. Çok sağ olun Lale xanım, teşekkür ederim. Biz de bu gözəl babalarımıza, çünkü geçen hafta onları hazırladılar. Çok sağ olun, çok sağ olun, var olsun deyip gelen görüşlere de.